Səfərdə olan zaman namaz qazaya düşübsə, o namazın qazası elə səfər namazı kimi qılınır. Fərz edək ki, insan səfərdə sübh namazından yatıb qalıb. O namazın qazasını ayıldıqdan sonra 2 rükət sünnət qılır, iqamə oxuyur, 2 rükət fərz qılır. Günorta namazına yatıb qalıb, yaxud da unudub. Asr namazına yatıb qalıb, yaxud da unudub. Bu namazların qazasını 2 rükət qılır. Səfər namazı kimi qılır. 4 rükət yox, səfər namazı kimi qılır 2 rükət. Məğrib namazına yatıb qalıb, yaxud unudubsa 3 rükət qılır. Qazasını 3 rükət qılır. İşa namazın unudub və yaxud da yatıb qalıbsa, onun qazasını 2 rükət qılır. İşa namazını qıldıqdan sonra gecə namazını qılıb, sonra vitir namazını qıla bilər, yaxud da vitir namazını qılıb, gecə namazını gecə qıla bilər. Xülasə, səfərdə qazaya qalan namazın qazası səfər namazı kimi qılınır.